Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adıda. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqdayıq. Bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri.
sevimli şagirdlərimiz. Hamılıqla xoş gördük sizləri. Əvvəla bütün müəllim və şagird kollektivi adından qonaqlarımıza xoş gəlmisiniz demək istəyirəm. Həm qonaqlarımız adından, həm də şagirdlərimiz adından bütün müəllim kollektivini şərəfli peşə bayramı, müəllim günü münasibəti ilə təbrik edirəm. Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodlar işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır, kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir. Mənə bir hərf öyrədənin köləsi olaram. Bu kəlam İslam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Din, əqidə məslək uğrunda uca şərtin zirvəsinə yüksələn Həzrəti Əlinin müəllim əməyini belə yüksək dəyərləndirməsinin səbəbini anlamaq üçün ilk növbədə müəllimlik peşəsinin mahiyyətinə nazar salmaq gərəkdir. Fəqət bu peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim, elm-bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli yoxuşlu yollarında büdürəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verir. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bugün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. İnsan cəmiyyətin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. Ey hörmətli müəllim şeiri ilə 3-cü sinif şagirdləri müəllimlərimizin peşə gününü təbrik edirlər. Hər könüldə yerim var, hər kənddə, hər şəhərdə sənin meyvələrin var. Bizim nəfəsimizdən qüvvət alır nəfəsin. İlk dostu, ilk həmdəmi sən olursan hər kəsin. İşıq yağır, nur yağır, təmiz əməllərindən. Kitab dəftər almamış kimsənin əllərindən. Əkdiyin ağacların gülüc təyi solmaz. Sənin qədər dünyada varlı baxman tapılmaz. Abicim şahlanmaz. Amen. Canıma bir
bütün müəllimlərimizin bayramını təbrik edir. Hər könüldə yerim var. Hər kənddə, hər şəhərdə sənin meyvələrin var. Əkdiyin ağaçların gül çiçəyi olmaz. Sənin kimi dünyada varlı həyat tapılmaz. Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu həqiqətən belədir. Onu əlindən tutub əlifbanın ilk hərfini, ana vətən kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamış? Neçə müəllimdən dərs almışam mən, sonra unutmuşam, ancaq heç zaman adımı yazmağı mənə öyrədən o ilk müəllimim çıxmır yadımdan. İndi isə 2-ci sinifin təbrik şeirini dinləyək. Almışam mən, sonra unutmuşam, ancaq heç zaman adımı yazmağı mənə öyrədən o ilk müəllimim çıxmır yadımdan. O həm qaraqabaq, həm mehribandır. Zəhmi ot salardı ürəyimizə. Atadan, anadan doğrusu bəzən o doğma, o əziz gələrdi bizə. İndi isə 2-ci sinifin təbrik şeirini dinləyək. Öz doğma evi kimi hər insana doğmasan, ucalıbdır de kimi sənin qurucamasan. Xeyirxaz əllər ilə qoyulubdur təməli, uğurlu dillərlə başlayıb hər əməli. Gələcəyin yolları pillələrindən keç, ömrün gençlik qatar işənlərindən keç. Qoynunda hər şəhərin tərəyak nəfəsi var, əziz müəllimin ürəyinin səsi var. Sənə könül verəni, nasılı gözüm əltəb, ən şirin xatirənin ən şirin sözüm əltəb. Yaxşı, demək. Tələbə mahnısı oxuyurlar 9-cu sinif şagirdləri. Sızlar ya da düşəndə ürəyimi telləri, o mehriban, o əziz tələbənin illəri. Sızlar ya da düşəndə ürəyimi telləri, o mehriban, o əziz tələbənin illəri. Tələbə, 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 dünyaya
nəğmələr vardır. Gəlin onlardan birini Süleymanlı mətləbin ifasında dinləyək. Bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli mənəvi dəyərlərinə bağlanmışıq. Dünya görüşümüz, həyata sağlam baxışımız formalaşıb. Müəllim tövsiyələri həyat yolunda bizimlə birlikdə olmalı, bizimlə birgə addımlamalıdır. Hüseyin Cavid qız məktəbində söyləyirlər Əliyev, Sabir, Bəşirova, Türkan. Yavrum, adın nedir? Kızım ya. Peki senin atan baban var mı? Var. Nasıl? Zengindir mi baban? Evet, zengin, beyzade. Öyleyse deyince ne için böyle sade? Yok mu senin incilerin, altın bileziklerin? Söyle kızım, hiç sıkılma. Var efendim var. Lakin müəlliməm hər gün söylər. Onların yok kıymeti. Bir kızın bilgidir, temizliktir ziyneti. Kaç doğrusun? Bu dünyada senin en çok sevdiklerin kimdir? Kızım söyler misin? En çok sevdiğim isim Allah'tır ki yeri göğü insanları terk eyler. Sonra kimi? Sonra onun gönderdiği elçiler. Başka sevdiklerin nasıl yok mu? Var. Kızım söyler misin? Kimdir o? Anam, babam, müəllimlərim, bir de bütün insanlar.
uğurlar, nailiyyətlər ani olaraq baş vermir. Uğurlarımızın arasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşədir. Müəllim haqqında şeiri Türkan, Elnarə və Royal söyləyəcəkdir. Müəllim, gözəldən gözəldir bu söz. Körpə könüllərdə məşəl yandıran, hələ yazılmamış, hələ qırışsız, hamar beynimizi cilahlandıran. Müəllim, tez durub gec yatanmısan, bugün sabahını yaradanmısan. Müəllim, düşüncə günlərimizi əqillə sıvaran bir bağban oldun. Yendirdiyi yerlərə atamız bizi, müəllim göylərə qaldıran oldu. Xəyala qol qanat, gözəl nur verdi. Müəllim, biz sənə borcluyuq ancaq. Əmir Teymura da şərəf gətirdi, ayağın altında əbədiyyatlar. Şagirdin sayıdır, dövlətin, malın. Bilməz bu qazancı, bilməz bu maaşı. Sinifdən sinifə adlayanların yaşında yaşayır, müəllimin yaşı. Elmə güvəndinsə bil ki, cənnətin qapısı üzünə açılacaqdır. Məktəbi hər şeydən üstün millətin, hər yerdə, hər işdə zəfəri haqdır. Gələk heykəltaraş, bu mərmər, bu gil, düşün müəllimi sonra alışcan. Onun heykəlini mərmərdən deyil, yarat özü kimi, nurdan işıqdan. Sərkərdə də bir sözlə həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısına baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla yada salır. Dörd dost nəğməsini dinləyək. Çıxış edirlər məktəbin oğlanlardan ibarət rəqs qrupu.
binasının açılması münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, gözəl, hər şey şəraiti olan binada bundan sonra daha böyük nailiyyətlər qazanasınız. Və qarşıdan Azərbaycanı əlamətdar hadisə görəcəyik. Bir gündən sonra Respublikamızda prezident seçkiləri keçirir. Mən inanıram ki, bütün müzaviqayla əhalisi də bu seçkidə çox mütəşəkkil şəkildə iştirak edib, öz seçkiləri, istədikləri namizədlərə səs verəcəklər və bu sahədə yəqin ki, bu kəndin aparıcı qüvvəsi olan ziyalıları, müəllimlər daha fəal iştirak edəcək. Hamımıza müvəffəqiyyətlər arzulayıram. Sağ olun. Aslında valideler, bizim değerli kafalarımız, bizim oralarımız mükemmel sevmişler, programlarına, panellerine, sizin görüşünüze, ve bu sözlere gönderilen geldi ve bir de hoş geldinler. İcazı edin, bizim mektepte, huzurla tahsis sisteminde feal ve rahatsız faaliyetlerine ve özlerinin ömürlerini yalnız bir işe, bizim büyük performalarımız, davranlarına, aferlerine ve bizim gözümüz işleri aksakalımız, sağlıklarına büyük mərli yürüması, bu başımıza gelen bütün hayat boyunca göre bayramlar arası hamısına, uzun ömrüzan sağlarımıza ve nəsil işlerimiz olarak təqdim edəcək performalar olarak təqdim edək. Şükür Allah'ın bağışlıdır. Məhməd Allah'a alışdır. Fətəli sahibi görüş olur. Sizə mühəyyət almışlardır. Bu yeni doğmanın, bu dövləti, bu halkı, bir insanları, valideleri, hamısı rəhbərlərin təbrikləridir, isti sözləridir, səhvli sözləridir. Allah sözünə özər sağlıq versin. Evlər, babalar, ailəmizdə bizim müəllimlərin sırasına həmişə və başda oturan məsil olmasın. Sağ olun. Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbində sevincdən dağa dönür. Müəllimimiz adsan sahibi olan yetirmələri barədə həmişə iftixarla hissi ilə söhbət açırlar. Yetirmələrinin uğurları müəllimlərimizə sanki güc verir. Onları daha şövqlə işləməyə ruhlandırırlar. Məktəb yolları, söyləyəcəklər Bəşirova Türkan, Fətəliyeva Külhani. Məktəb yolları, sizdə qar da gördüm, duman da səndə. Könlüm yarpaq kimi titrəyib əsir, yenə o yollardan ötüb keçəndə. Mənim uşaqlıq gənclik həmdəmim, sən nə qədər mənə əzizsən. Hər kiçik daşının üstündə nazı, adlayıb keçmişəm min bir dəfə mən. Hər gün 2 dəfə keçərdim sizdən, hər gün bir yüksəliş, hər gün bir sınaq. Gedişim yüngüldür, gəlişimlə mən, hər dəfə bir pillə artırdım ancaq. Mən yarıb keçmişəm sinəm üstünü, bürüyən dumanı, bürüyən isi. Sənsən həyatım boyu, ömrüm boyu, keçdiyim yollardan ən şərəflisi. Ay məktəb yolları, sizsiniz yalnız, yaradan işıqlı inqilabları. Məni xoşbəxtliyə siz apardınız. Ay məktəb yolları, məktəb yolları. Növbəti rəqs nömrəsinə tamaşa edək. Çıxış edir 3-cü sinif şagirdi Əliyeva Yasəmən.
nə qədər ağır, nə qədər məsuliyyətlidirsə, bir o qədər də müqəddəs və şərəflidir. Ona görə də hər birinizin sevinməyə və qürur hissi duymağa haqqınız var. Əziz müəllimlərimiz, həm öz adımızdan, həm də tədbir iştirakçıları adından adı müəllim sözü ilə bərabər çəkilən hər kəsə arzuların şahı, sultanı olan can sağlığı, uzun ömür, ruzi bolluğu və xoşbəxt ailə firavanlığı arzu edirik. Arzu edirik ki, bütün arzu və diləkləriniz həyatda çin olsun. Elə bu yerdə sözün əsl mənasında həm kövrələn, həm də qürurlanan Sabir müəllimə keçid almaq istəyirik. Sabir müəllim, sizin indi hansı hisslər keçirdiyinizi azdan çoxdan hiss edirik. Elə ona görə də biz sizə bundan sonraki həyatınızda nurlu sabahlar arzu edirik. Sabir müəllim, sizin digər istəkli şagirdləriniz öz ürək sözlərini şeir ilə söyləmək istəyirlər. Gəlin onları dinləyək. Əziz müəllimlərimiz, sizi 5-ci sinif şagirdləri adından müəllim günü münasibəti ilə təbrik edirik. Sizə uzun ömür, can sağlığı arzulayırıq. Tez gəlib, tez də keçdi. Ömrün ilk fəsilləri yenə yadıma düşdü. Şən uşaqlıq illəri. Sevimli məktəb yolu, cəsər cığırlar, izlər, ürək xatirə dolu, qanlar qulağa bənzər. Zət səsi səhər çağı, sarı kəlpiç pillələr, sadə sinif otağı, bir də ki nələr nələr. Canım urt tutub yanır, eşitsin obam elim, xəyalımda dolanır, əziz Sabir müəllimim. Qalxırıq, əyləşirik, vurur divarda saat, istər söz, istər danış, yalan deyil həyat. Sakit açılır qapı, gəlir Sabir müəllimimiz, hörmətlə, ehtiramla ayağa qalxırıq biz. Torpaqdan danışanda torpağa mat qalırdı, göydən söhbət açanda göylərə ucalırdı. O nəyi başa salır, o nəyi öyrədirdi, doğma, daşı, torpağı sevməyi öyrədirdi. Böyüklər hər zaman hörməti öyrədirdi, oxumağı, yazmağı, zəhməti öyrədirdi. Öyrədirdi nələr var, bu sonsuz kainatda insan öyrənmək istər, öyrəndikcə həyatda. Səni unudan kəsə, ananın halal südü, ömürlük haram olsun, böyük abidələrdən bir yer cürəsində müəllimə olsun. Məktəbimizin tədris işləri üzrə direktor müavini Solmaz müəlliməyə veririk. Çox hörmətli qonaqlarımız, valideynlərimiz, əziz şagirdlərimiz, hamınızla xoş görüşdük. Bilirsiniz ki, 5 oktyabr müəllim günüdür. Çox xahiş edirəm. Gəlin aramızda, sıralarımızda müəllim kimi işləyib, rəhmətə getmiş müəllimlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Mən məktəb rəhbərliyi adından bilirsiniz ki, 5 oktyabr müəllim günüdür. Məktəb rəhbərliyi adından Nizamibəyli Kənd Tam Orta Məktəbinin pedaqoji kollektivini, işçilərini və onun timsalında bütün müəllimləri bugün münasibəti ilə təbrik edirəm. Onlara uzun ömür, can sağlığı, ailə saadət arzulayıram. Mən çıxışımı ulu öndərimiz Heydər Əlizoğlu Əliyevin kəlamları ilə başlamaq istəyirəm. Müəllimlik peşəsi müqəddəs, şərəfli, həm də ülvi peşədir. Bəli, doğrudan da bu peşə müqəddəs peşədir. Bu peşənin müqəddəsliyini, bu peşənin ülvülüyünü yalnız müəllim kimi işləyənlər bilər.
Mən bugün ömrünün 42 ilini müəllimlik peşəsinə həsr etmiş, məktəbimizin ən qabaqcıl, ən təcrübəli müəllimlərindən biri olan Sabir müəllim kimi haqqında danışmaq istəyirəm. Sabir müəllim məktəbimizin ən dərin bilinə malik olan, ən intizamlı, ən təvəzzükar müəllimlərindəndir. O həm də məktəbimizin fəal ictimaiyyətçisidir. Bütün ictimai işlərimizdə, bütün məktəbdən kənar işlərimizdə həmişə fəal iştirak etmişdir. Bu hamıya bəllidir ki, Sabir müəllim onlarla evladlarımızın təlim tərbiyəsində, onların gözəl vətəndaş, şəxsiyyət kimi yetişməsində özünün şəxsi təhsilindən istifadə edərək həmişə köməklik göstərmişdir. Amma o da bəllidir ki, biz neyləyək ki, Sabir müəllimin 65 yaşının tamam olması ilə əlaqəli məktəb rəhbərliyinin, valideynlərin rəyinə və təkidinə baxmayaraq Sabir müəllimin məktəbdə saxlanması mümkün olmadı. Amma Sabir müəllim bilsin ki, o bizim məktəbin tarifikasiya adlanan bir cədvəlindən onun adı çıxıbdır. O həmişə bizim məktəbin müəllimlərinin, şagirdlərinin qəlbindədir. Onun özünün yeri var. Mən məktəb rəhbərliyi adından çox-çox xahiş edirəm ki, Sabir müəllim bizim məktəblə sıx əlaqə saxlasın, məktəbimizin müəllimlərinə və şagirdlərinə öz köməkliyini əsirgəməsin. Mən Sabir müəllimin şagirdi kimi, onun müəllimlik nüfuzuna, onun müəllimlik şərəfinin qarşısında baş əyirəm, ona çox sağ ol deyib, minnətdarlığımı bildirirəm. Və məktəb rəhbərliyi adından, bütün valideynlər adından, bütün şagirdlər adından Sabir müəllimə həyatda ən gözəl nemət olan can sağlığı, ailə saadəti, xoşbəxtlik, mehribançılıq arzulayıram. Arzu edirəm ki, nəvələrinin toyun eləsin, nəticə görsün. Sağ olun. Səslənəcək. Əziz dostum, məndən küsüb inciyim, yad kimi ayrılıb çıxdı evimdən. Əziz